Bugün Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimlinin ev dustaqlığından verilmiş apellyasiya şikayətindən baxıldı. Vəkillərin verdiyi məlumata görə şikayət təmin olunmayıb. Biz əslində bu qərarı gözləyirdik. Çünki hökumətin Xalq Cəbhəsinə, onun sədrinə, Milli Şuraya münasibəti açıq şəkildə ortadadır. Məhkəmənin 4 tərəfi mühasirəyə alınmışdı polis tərəfindən. Yalnız bir neçə nəfərlə bizi buraxdılar məhkəmənin qarşısına. Hesab edir ki, bu da məhkəmənin ədalətli keçməsinə və müşahidə olunmasına bir qadağadır, maneədir. Və açıq şəkildə bu münasibət özü göstərir ki, işin əvvəlindən qərəz var, siyasi sifarişdir. Bu açıq şəkildə Əli bəy ifadə verməməkdə və ittihamları rədd etməkdə davam edir. Xalq Cəbhəsi də bu ittihamlarını rədd edir və hesab edir ki, gec-tez ədalət bərqərar olacaq və Azərbaycan demokratik bir cəmiyyətə çevriləcək və düşünürəm ki, bu proseslər Azərbaycan cəmiyyətini qorxutmamalıdır. Hər kəs fikrini açıq şəkildə ifadə etmək hüququna malik olmalıdır.